Yerli şirkətlərin tanıtım sərgisində fonda da gördüyünüz kimi biraz fərqli stendlərdən birindəyik. Söhbət Piramida Advertising şirkətindən gedir və şirkətin rəhbəri Əbülfəz Quliyev 6 suala cavab verəcək. Başladı. Əbülfəz müəllim, xoş gördük. Uğurlar arzu edirik sizə. 6 sual rubrikasındakı sualları cavablandırmağa hazırsınızmı? Başladıq. Piramida Advertising şirkəti haqqında məlumat xahiş edirik sizdən. Şirkətiniz hansı sahədə fəaliyyət göstərir? Bizim şirkət 2009-cu ildən fəaliyyət göstərir. Tör reklamları, sərgi stendlərinin istehsalı və qurulması, LED monitorların satışı və icarəsi, geniş formatlı çaplarla məşğuldur. 6-cı yerli şirkətlərin tanıtım sərgisində bir çox digər şirkətlərin stendləri sizə aiddir. Hansılardır onlar? Biz burada 14 dənə kreativ stendləri qurmuşuq. Bunlardan Minor Qrup, Klas, Zəhrə Klinika, Keramik City, Pikensoft, Elsim və başqaları. Əbülfəz müəllim, mən fonda P2, P2.5 və s. bu monitorları görürəm. Bunların özəlliyi nədir? Bizi biraz maarifləndirə bilərsinizmi? Monitorlarımız indoor monitorlardır. O deməkdir ki, piksel, yəni piksel aralığı. Yəni P3, P4, P2.5, 2.5 məsafədən tam yüksək keyfiyyətli effekt alıb görünüş verə bilirik. Növbəti sual xahiş etdim buradan davam etsin. Çünki fonda Amerikan filmlərində gördüyümüz, New York, Beverly Hills'də gördüyümüz 3D monitor var. Bu monitor artıq Azərbaycanda var, deyəsən siz gətirmişsiniz. Bu haqda məlumat verə bilərsinizmi? İlk dəfədir ki, bu sərgiyə, biz keçən sərgidə yox, bu sərgidə ilk dəfədir ki, üst-üstə video, görüntülü monitorlar qoşulmuşdur. Görüntünün fərqi, o biri videolardan fərqi oradadır ki, görüntüdə canlılıq var. Əbülfəz müəllim, bilin qədərilə LED posterləri siz həm də icarəyə verirsiniz. Bu haqda məlumat verə bilərsinizmi? Bəli, çox türlü düşünürlər. Biz həm satışdan əlavə icarəyə də LED posterləri icarəyə veririk. İcarə xidmət haqqımız 200 manatdır, günlük 200 manata LED posterləri aparıb tədbirlərdə təşkil edilir. Və 6-cı sual. Əbülfəz müəllim, daha başqa hansı sektorlara xidmətləriniz var? Bütün sektorlara xidmətlərimiz var. Özəlliklə deyim ki, banklar üçün məzənnə tablosu, elektron məzənnə tablosu, həm valyuta məzənnəsini göstərib, həm kiçik videolarını göstərə bilirik və apteklər üçün elektron hərfləri hazırlayıb montaj edə bilirik. Əziz dostlar, bu güşəyə sərgidə yetəri qədər diqqət olduğu üçün Əbülfəz müəllim lakonik şəkildə sualları cavablandırdı, amma 6 suala cavab əldə edə bildik. Biz onun zamanını çox almayaq. Sualınız olsa, məhz Piramidanın xidmətlərinə yararlana bilərsiniz. Əlaqə nömrələri, Instagram səhifələri isə qeyd olundu. Suallarımızı isə şirkətin rəhbəri Əbülfəz Quliyev cavablandırdı. Təşəkkür edirik.